Mən Atu Onkoloji Klinikanın yeni binaya köçəndən sonraki ilk internalarındanam və hər yerdə Atu kollektivi ilə olmaqdan, onların sırasında durmaq üçün mənə növbə verdiklərinə görə sonsuz təşəkkür edirəm. Bütün rəhbərliyə və təşkilatçılığa, Dilbər xanım isti münasibətinizə görə xüsusi təşəkkürlər. Çox sağ olun. Mövzunun adı üçlü negativ süd bəzi xərçəngidir və bundan ancaq mənim kimi pozitiv bir kimyoterapevt danışa bilərdi. Onkoloqların qarşısına xəstə gəldiyi zaman hər birimiz, yəni bütün multidisiplinar müalicə planında bir xəstə kimyoterapevtə gəlirsə, bu artıq gecikmiş və yaxud müəyyən dərəcədə irəli mərhələdir. Onlar bizi sevmədiyi kimi xəstələr, biz də üçlü negativ şişləri təəssüf ki, sevmirik. Xoşbəxtlikdən bu yalnız 15% halda, yəni 10 ilə 20 arasında populyasiyada rast gəlinir və terminin ifadəsi olaraq üçlü negativ süd vəzi xərçəngi hormon reseptorları negativ, insan epidermal growth faktor 2, yəni hər iki reseptoru ya negativ və yaxud 1-2 pozitiv fiş testlə negativ olduğu hallarda biz buna üçlü negativ süd vəzi xərçəngi deyirik. Üçlü negativin aqressivliyi və yaxud da ki, sevimsiz xəstəlik olma səbəbi xərçəngin müalicəsində əlimizdə tam bir targetin, hədəfin olmamasına bağlıdır. Yoxsa ki, alt tip olaraq, yəni süd vəzi xərçənginin bir növüdür. Burada ikinci bir mənfi amil, bu daha çox interval süd vəzi xərçəngi kimi qarşımıza rast gəlir. Bildiyimiz kimi, skrining müayinəsində iki mamografiya arasında periodda ən çox yaranan xərçəng növü məhz elə üçlü negativ süd vəzi xərçəngidir. Bu bizim üçün əlavə bir diaqnostikada gecikməyə səbəb olan amildir. Və belə bir paradoks hal var ki, kimyoterapevtin də üzünü ən çox güldürən xəstəlik növüdür. Çünki kimyoterapiya çox ciddi həssaslığı var, amma buna baxmayaraq, belə deyək də, ümumi sağ-qalım səviyyəsi daha aşağı olan xəstəlik növüdür. Bu süd vəzi xərçənginə diaqnozu qoyduğumuz xəstələrə həmişə deyirik, ilk 2-3 ili metastazsız keçirə bilsəz, sonraki dövrdə hətta hormon pozitiv qədər yaxşı bir gedişə nail ola bilirik. Buradakı ilk 2-3 il metastazsız keçmə dönəmi çox önəmlidir. Bu qrafikdə onu göstərir ki, yerli yayılmış hallarda 5 illik yaşam müddəti 91% əldə edilə bilirsə, uzaq metastazı olan xəstələrdə 12% cəmi 5 illik yaşam müddəti görə bilirik. Bu xəstələrin müalicəsini aparan şəxslərə səbir, sizə də dinlədiyinizə görə təşəkkür edirəm.